Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə diqqət yönəltmək istəyirəm. Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə. Xatırlayırsınızsa 2022-ci ilin noyabrında da Şaxan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü. Bu fikirləri deputat Elnura Akimova Milli Məclisin bugünkü plenar iclasında deyib. Stat: Hər dəfə belə qətllər böyük müzakirə dalğasına səbəb olur. Səbəblər üzərində düşünməyə başlayırıq. Çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq. Bu ağrını hamımız canımızda hiss edirik. Bu təbii prosesdir. Düşünürəm ki, məktəblərdə psixologiya fənninin tədrisi dərinləşdirilməlidir. Psixoloqların məktəblərə cəlb olunması və onlara ayrılmış zaman çərçivəsində şagirdlərlə psixoloji təlimlərin keçirilməsi vacibdir. Əsl psixologiya peşəsinə sahib olan mütəxəssislər bu işə cəlb edilməlidir. Kimya, fizika, texnologiya və ya biologiya müəllimi psixologiya dərsini keçməməlidir. Əks halda bu heç bir nəticə verməyəcək. Bugün məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi zəif, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil formalaşır və bu ciddi problemdir. Mən dəfələrlə vurğulamışam ki, dərsliklərdə və tədrisdə ədəbiyyata xüsusi diqqət yetirilməlidir. Ədəbiyyat mənəviyyata toxunan və ona xidmət edən bir sahədir. Amma dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Məktəblərdə şagirdlərin saç düzümü, geyimi kimi məsələlər də diqqətdə saxlanılmalıdır. Məktəb yalnız sertifikasiya imtahanlarına hazırlıq yeri deyil. O, əxlaqı, dünya görüşü və yüksək mənəviyyatı formalaşdıran bir ocaqdır. Bu səbəbdən də məsələyə həssas yanaşmalı, gecikməməliyik. Bu məsələ inzibati deyil, strateji bir məsələdir. Təhsil Nazirliyi və dövlət bu sahəyə uşaq hüquqları və cəmiyyətin gələcəyi prizmasından yanaşmalıdır. Elə mövzular var ki, onlar müvəqqəti gündəmdə qalır, amma maarifçilik daim prioritet olmalıdır.